Salamlayıram hər kəsi. Uzun müddətdir video çəkmirdim, paylaşmırdım. Bugün balkonumu yığışdırmalıydım, bitkilərimi təmizləməliydim, süpürməliydim. Küləklərdən vaxt tapıb, həm də özümün də vaxtı olmalıydı ki, bunu edim. Dedim sizinlə də paylaşım, bugün nə edəcəm. Bu videonu hazırlayıram, çəkirəm, yəni paylaşıram mənim kimi balkonda bitki bəsləməyi sevənlərə görə. Yəni onlar nə etsin ki, balkonlarındakı bitkiləri cücülər, hörmüçəklər basmasın, şirələnməsinlər. Əsas da baxın, bunlar biberlərdir. Bu heç şüyüd toxumları var idi torpağında, böyüklər artıq çiçək açıblar. Hələ petruşkalarım da var. Yəni cəfərilərim. Yəni bunlar bir müddət sonra şirələnib cücülənə bilər. Ona görə mən nə edirəm? Balkonu tərtəmiz süpürürəm. Qışda demirəm ki, mən bunu hər zaman edirəm, yox. Amma yayda bunu ayda bir dəfə heç olmasa eləyin və bacarsaz tez-tez eləyin. Olmadı, ayda bir dəfə eləyin. Baxın, burada nə var? Bu duz və bildiyimiz çay sodasının qarışımıdır. Əllərim çirklidir, çünki bayaqdan balkonu yığışdıram, dibçəkləri, qumları, ona görə əllərim torpaqlıdır. Sadəcə düşündüm ki, mən bunu sizinlə də paylaşım. Çay sodası və bildiyimiz duz, adi yemək duzu, xörək duzu, istəyirsiniz qaya duzu olsun, amma üyüdülmüş olsun, iri-iri olmasın. Bildiyimiz çay sodası da çay sodasıdır, Türk dilində kabartma. Onu götürürük, biz qarışdırırıq, yarı-yarı qarışdıra bilərsiniz. Misal üçün, mən 2-3 xörək qaşığı, belə normal xörək qaşığı çay sodası götürürəm, amma dolu. Yəni çatacaq qədər, çatmadı biraz da düzəldin əlavə. Yəni onun standartı yoxdur. 2-3 xörək qaşığı da duz, hərəsindən 2-3 xörək qaşığı götürürəm, nə qədər sizə bəs eləyəcək. Bəlkə sizin yeriniz daha böyükdür, 5-10 xörək qaşığı ola bilər. Qarışdırıram, qəşəngcə süpürürəm balkonu. Bitkilərimin altını, onların hamısını indi bir-bir yarısını eləmişəm, bu tərəfə gəlməmişəm. Baxın, bunları qaldıranda altında mütləq o sudan, nəmişlikdən olan balaca bir cücülər olur. Onlar neçə vaxt eləmirəm axı mən bunu. Yayda ümumiyyətlə bu il yay heç əməli başlamayıb deyə eləməmişəm. Keçən il elədiyimdir. Onları qarışdırıram və qəşəngcə balkonu süpürürəm. Dibçəklərin altına onları səpirəm. Mən bəzən dibçəkləri, baxın, belə bir taxtada qoyuram, üzərinə qoyuram ki, bunlar qışda da qalır deyə balkonda betondan onları vurmasın, şaxta vurmasın. Bunun altına səpirəm. Sonra bu taxtanın da üstünə səpirəm. Sonra dibçəyi onun üstünə qoyuram. Yəni bu cücülənmənin, böcəklənmənin qarşısını alır. O cücülər, böcəklər çay sodasını və duzu sevmirlər. Bir də ən əsas, bax mən indi süpürəndə gördüm. Altında bir-iki hörmüçək var idi. Neçə vaxtı baxmıram deyə. Başım qarışıq olur, vaxtım olmur, hava çox küləkli, soyuqlu keçir, özünüz bilirsiniz. Ona görə baxmıram. Yəni baxmıram deyəndə gəlib bunlara bir-bir götürüb təmizləyib süpürə bilmirəm. İndi hava yaxşıdır, mənim də vaxtım var və bunu edirəm. Bir-iki hörmüçək gördüm. Hörmüçək gördüyünüz anda onları uzaqlaşdırın, öldürün, məhv edin, tutun, atın, neyinin eləyin. Çünki ən birinci bitkilərin düşməni hörmüçəkdir. Bildiyimiz hörmüçəklər, siz qara hörmüçək də görə biləcəksiniz, bitkilərinizdə sarı hörmüçək də. Və onlar bir müddət sonra bitkilərin üzərində balaca bitkilərə yapışmış, balaca cücümü deyim, nə deyim, böcəkmi deyim, belə bir şeylər görəcəksiniz və şirələnmə və bitkinin qanını, canını, suyunu elə sovrurlar ki, bitki ölür, məhv olur. Ona görə də hörmüçəklər də ona gəlmir. Hörmüçək ümumiyyətlə çalışın, nəzarət edin. Balkonda şitil əkirsinizsə, məni kimi göyərti əkirsinizsə, fərqi yoxdur. Rozmarin əkirsinizsə, fərqi yoxdur. Aloylar əkirsinizsə, fərqi yoxdur. Burada mənim balaca çubuqlarım var, qızılgül çubuqlardır. Görüm hansı tutacaq. Düzdür, biraz onları zamansız əkdim, amma elə alındı. Nə əkirsiniz, fərqi yoxdur. Onlar cücülənməyə, böcəklənməyə, şirələnməyə başlayanda artıq gec olur. Çünki onların canı, suyu, bədəni sovrulmuş olur. Onların hamısını eləyən o hörmüçəklərdir. Hörmüçək gördünüz, məhv eləyin. Artıq sizin bitkiniz şirələnibsə, böcəklənibsə, indi ola bilər ki, siz gec baxmısınız, gec bilmisiniz.
artıq bir cücü görürsüz, şirə görürsüz, yapışqandı. Baxırsınız ki, misal üçün yarpaqlar yapış-yapışdı. Çay sodasını, amma çay sodası hər bitkiyə çox məsləhət görülmür, çünki yandırır. Amma az da olsa qarışdırın. Misal üçün 2 litr suya 1 çay qaşığı, dolu yox, yarım, həssas bitkilərə. Yox, amma biberlərə heç nə olmur çay sodasına, göyərtilərə heç nə olmur. Elə 1 litr suya 1 çay qaşığı qarışdıra bilərsiniz. Və biraz da 72% sabun varsa, yəni hər yerdə var, qurusu da ola bilər, onu rəndələyib qatın suya. Onun mayesi də var, indi onunla qatın. Qarışdırın qəşəng və bitkilərinizin günəşin altında yox, axşamüstü. Yəni günəş təpələrinə döyməsin, çünki soda yandıracaq, yoxsa günəşlə birləşib bitkini. Axşamüstü elə bil ki, səhər sulayın bitkinizi və axşamüstü bu qarışımı düzəldin. Qəşəng-qəşəng balkonda yuyun bitkilərinizi fıs-fıs qabla. Mən bunu tez-tez eləyirəm. Hətta profilaktika kimi də eləyirəm ki, olmasın. Misal üçün ayda bir dəfə eləyə bilərsiniz bunu və yaxud yay ərzində ayda 2 aydan bir eləyə bilərsiniz. Əgər tərtəmizdə heç nə yoxdursa. Yox, misal üçün baxın bitkinizə. Çevirin yarpağının tərsinə baxın. Onlar adətən tərsinə yığılır. Tərsinə baxın, düzünə baxın. Qaldırın göyərtilərdir. İndi bunlar niyə biraz saralırlar? Çünki yaydır, artıq istidir və bunlar çiçək açmağa gedir. Görürsünüz, bunlar cəfəridirlər, petruşkadılar. Burada digər dibçəyimdə də var. İndi bunları süpürmək üçün qoymuşam. Bunların da yeri o birisi tərəfdir. Süpürəcəm. Bunlar toxumlarını götürəcəm. Yəni deməyim nədir? Sözdən sözə keçdim yenə. Yəni belə qaldırın bitkilərinizə baxın. Baxın. Hər tərəfinə. Gördünüz ki, yarpaqları artıq biraz nə edirsiniz, nə qədər su verirsiniz, nə edirsiniz, eləyirsiniz, biraz büzüşməyə doğru gedir. Amma üstündə heç nə görmürsünüz. Mütləq bilin ki, o xəstələnib. Ya onda günəşdən göbələk xəstəliyi yaranır. Ya onda böcəklənmə var, sadəcə hələ görünmür. Böcək ya torpağındadır, ya gəlib canlı sovurub hörümçəklər gedir. Yəni onda artıq xəstəlik var bitkilərimdən uzaq. Bunlar sapsağlamdır. Sadəcə normalda saralmağa isti vurur, günəş vurur. Artıq görürsünüz çiçəklənməyə, çiçək salır artıq bunlar. Mən neçə dəfə bunlardan petruşka ya cəfərinin özünü toplamışam, amma artıq çiçəkləyib və çiçəyindən toxumlarını yığacaq. Yəni deməyim odur ki, çevirin, yarpağın tərsinə baxın. Tərsindən başlayır. Əlinizi bax belə vurun, baxın. Bax belə. Bitki fərqi yoxdur, ağac da olsa, ağaclı da olsa. Bax belə eləyin, yumuşaqca, sıxmadan. Əlinizə baxın. Görürsünüz, heç nə yoxdur. Bir də ola bilər görəcəksiniz ki, əlinizdə şirə var. Əlinizdə balaca toz kimi, necə deyim, elə bir nöqtə kimi cücü-bücü nəsə var. Bilin ki, artıq onun əməli başlı canına, qanına keçiblər onlar. Çay sodasıyla yuyun. Əgər həssas bitkidirsə, 2 litr suya 1 çay qaşığı. Yox, normal bitkidirsə, göyərtilərdir, biberlərdir, nə bilim, aloyların bədəninə su vurmayın, torpağına vura bilərsiniz. Çünki onların, baxın necə başlasın. Aloyların olsa da üzərində cücü olmur, olanda torpağında olur. Bu hissələrinə su dəyəndə davamlı, onlarda çürümə gedir. Kök çürüməsi, birinci kökü başlayır, sonra iylənir və özü çürür və onu qurtarmaq olmur. Sadəcə pomidorların yarpağına vurmayın, ya vursaz da həssas bitkidir deyə birazca az edin. Yox, normal bitkidirsə, dediyim kimi biber, göyərti, sonra mən nələrə vururam, biberiyələrə vurmayın. Çox az vura bilərsiniz. Biberiyə ümumiyyətlə üstdən sulanmağa fikir vermişəm ki, sevmir. Torpağına vura bilərsiniz. Yenə də söhbəti qarışdırdım. Həssas bitkidirsə 2 litr suya 1 çay qaşığı və 1 çay qaşığı qədər də mən gözə yarı tökürəm maye duru sabun. Yaxşı olar ki 72%-dir. Əgər yoxdursa, hər hansı bir qab şampunu da ola bilər, sabun da ola bilər. Bitkisel olmağına üstünlük verin. 72% sabun yaxşı təsir edir. Həssas deyilsə 1 litr suya 1 çay qaşığı yaxşıca qarışdırın. Su ilıq olsun, buz kimi olmasın. İlıq su olsun, isti də yoxdur. Yəni ilıq su. Bildiyimiz normal ilıq. Sanki günəşin altında su qalıb ilıqlaşır, necə olur? İlıq su. Yaxşıca bitkilərinizi yuyun, yarpaqlarını, o büzüşmüş yerlərini. Onsuz da böcək ona artıq daraşıbsa, ona şirə salıbsa, onu məhv eləyəcək. Onsuz da məhvə gedir. Siz onu yuyub ancaq təmizləyə bilərsiniz.
Bunun da yolu budur ki, yəni kimyəvi dərmanlar da var buna görə. Mən hələ verməmişəm bu günə qədər. Yəni o qədər məcbur olmamışam, çox şükür Allaha ki, yəni qurtara bilməyim, artıq kimyəvi dərmanlara keçim. Bu şirələnmə limonlarda daha çox olur. Limonlar şirələnməyə meyillidir, tez şirələnir. Limon amma sodalı suyla yumaq limonu öldürə bilər. Ona görə 2 litr suya yarım çay qaşığı limonlarda qarışdırın çay sodasını, biraz da duru sabun və onları yuyun. Çünki limonlar biraz həssasdır. Axşamüstü yuyun, qoyun qalsın. Gördünüz ki, təmizləndi. Təmizlənmədi. Bir həftə 10 gün sonra bir daha təkrar eləyin. Yəni beləliklə bitkilərinizi qurtara bilərsiniz. Ayrıca baxın biberlərimə, hələ ki salamatdılar, amma balacadılar. Çünki gecikmişəm. Baxın, bax belə əlinizlə yavaşca sıxmadan, gülünü tökmədən, yarpağını əzmədən, baxın belə eləyin, əlinizə baxın. Görürsünüz, heç nə yoxdur, şirəmirə yoxdur, cücü-bücü yoxdur. Tərsinə baxın. Əvvəlcə yarpağın tərsinə. Bunlardan bir balaca şübhələnirəm, bunları günəşdə eləyə bilər. Amma o hörümçək bayaq süpürəndə altlarını, baxın, buranı süpürmüşəm və çaylı sodanı da sodalamışam. Onun altında hörümçək gördüm. Ola bilər ki, başlayıb yeməyə, amma bundan sonra mən də yuyacağım bitkilərimi. Hələ 1-2 dəfə yummuşam. Bəlkə də olub yummuşam, keçib. 2 dəfə çayını sodalı suyuna yummuşam mən. Sonra biberləri də yavaş-yavaş aşağı yarpaqlarından da buduyuram. İndi onu da zamanla, bundan əvvəlki videolarımda da var o. Amma zamanla onu da sizə göstərərəm, yenə də çəkərəm. Hələlik bu qədər. Yəni demək istədim mən. Bu həyət evində də ola bilər. Həyət evində dibçəkləriniz varsa eləyə bilərsiniz, altlarına cücülər yığılmasın deyə və yaxud da ki bağçadakı torpaqdakı bitkilərə eləyə bilərsiniz. Çayını sodana yuya bilərsiniz hamısını. Balkondakıları da dibçəyin altına mütləq duz və sodanı qarışdırın, tökün. Hələlik bu qədər. Çalışacağım ki daha çox video çəkim. Sağ olun.